Azərbaycanda avtomobil sürmək bəzən sadəcə A nöqtəsindən B nöqtəsinə getmək deyil, həm də emosiyadır. Amma bir də var işin başqa tərəfi, cərimələr. Bəs sizcə ölkəmizdə hansı maşın markaları daha çox cərimə alır? Sürət, qayda pozuntusu, yanlış parklanma, hamısı bir yerdə. İndi gəlin bu qara siyahıya birlikdə baxaq. Birinci yerdə təəccüblü olmayan bir markadır. Bəli, bu Mercedes-Benzdir. Mercedes sürücüləri çox vaxt özlərini yolda padişah kimi görür. Həm bahalı maşındır, həm də sürəti sevirlər. Nəticə isə radar cərimələri. Ən çox cərimə səbəbləri isə sürət həddini aşmaq, xüsusən Bakı-Sumqayıt yolunda, qanunsuz parklanma, molların qarşısı və mərkəz küçələri, bəzən də səs-küylər salmaq, yəni nümayişkaranə davranmaq. İkinci pillədə isə BMW-dir. BMW sürücülərinin xarakteri az qala brendlə eyniləşib. Sürət, drift, dinamika. Statistikaya göstərir ki, BMW sürücüləri ən çox sürət həddini aşma və təhlükəli ötməklə cərimələnir. Bəs niyə? Çünki çox vaxt gənclərin seçimi olur. Adətən maşından maksimum zövq almaq istəyirlər. Üçüncü yerdə isə Toyota'dır. Əksəriyyət deyəcək Toyota necə olur? Amma səbəbi çox sadədir. Azərbaycanda ən çox sürülən markadır. Xüsusilə də Camry, sürət və konfor sevənlərin seçimi. Prado, kənd və şəhər yollarında çox istifadə olunur. Sayı çoxdur, nəticə olaraq da cərimə də çox yazılır. Dördüncü pillədə isə Hyundai'dır. Çoxlu taksi kimi istifadə olunur. Bu səbəbdən də cərimə sayında sürətli artım var. Ən çox qayda pozuntusu, qadağan olunmuş yerdə dayanma və avtobus zolağında sürmək. Bakı küçələrində hər gün buna rast gəlmək mümkündür. 5-ci yer isə Vaz və digər köhnə modellər tutur. Burada məsələ biraz fərqlidir. Sürət və komfort deyil, daha çox texniki nasazlıq və qaydaları boş vermək ucbatından yazılır. Ən çox yazılan cərimələr kəmər taxmamaq, siqnal lampalarının işləməməsi və qadağan olunmuş yerdə parklanmadır. Ümumilikdə isə Azərbaycanda sürücülərə ən çox yazılan cərimələr bunlardır. Sürət həddini aşmaq, yanlış parklanma, telefonla danışmaq və kəmər taxmamaq. Dostlar, siyahını gördünüz. İndi isə sizə sual. Sizcə ən çox qayda pozan sürücülər hansı markaya aiddir? Bunu şərhlərdə yazın. Bəlkə də sizin maşın da bu siyahıdadır. Unutmayın, Nicat Xayçı kanalında avtomobil dünyasının ən maraqlı faktları davam edəcək. Abunə olun, bildirişləri açın və yeni videolarda görüşək.